Yeni nəsil hibrid sedan almaq istəyirsən, Çin maşını deyə tərəddüd edirsən. Qarşında iki model var. BYD Destroyer 05 və Changan A05. Biri daha ucuzdur, biri daha texnolojidir. Bəs hansına pul verməyə dəyər? Salam dostlar, siz Nicat Xaç kanalındasınız. Bu kanalda maşınların reklamı yox, real baxışları analiz edirik. Bu gün isə iki çox danışılan hibrid sedana baxırıq. BYD Destroyer 05 və Changan A05. İlk olaraq bunu başa düşək. Hər iki model plug-in hibriddir. Yəni həm elektriklə gedir, həm də benzin mühərriki var. Şəhərdə elektrik, uzun yolda benzin. Məqsəd minimum xərclə maksimum rahatlıqdır. BYD Destroyer 05 dizayn olaraq daha idman üslubundadır. Ön hissi aqressivdir, yan profildən axıcılığı var. Gənclər üçün daha cəlbedicidir. Changan A05 isə daha sakit, daha premium görünüş verir. Sanki ofis maşınıdır, ciddi, təmiz və minimalist. Salona baxdıqda isə daha çox fərq hiss olunur. Changan A05 ekranları daha böyükdür, menyular daha müasirdir, material hissiyatı daha yuxarıdır. BYD Destroyer 05 isə daha hər şey sadədir, amma funksionaldır. BYD-nin multimediası artıq özünü sübut edib. Güc tərəfinə baxsaq, hər iki maşın təxminən 180-190 at gücü civarındadır. Şəhər içində fərq çox hiss olunmur, amma sürüş hissi fərqlidir. Destroyer 05 qaz verəndə daha çevik reaksiya verir, A05 isə daha sakit, daha yumşaq gedir. Ən vacib mövzu xərclər. BYD Destroyer 05 elektriklə 50-100 km arası gedə bilir. Versiyadan asılıdır. Gündəlik şəhər sürüşü üçün bu çox vaxt bəs edir. Changan A05-də oxşar göstəricilər verir, amma real istifadədə Destroyer biraz daha qənaətçil çıxır. İndi isə çoxlarının qorxduğu hissə Çin maşınıdır. Servis necə olacaq? BYD bu sahədə daha irəlidir. Bateriya texnologiyası üzrə liderdir. Changan isə salon və komfortda güclüdür. Qiymət məsələsində Destroyer 05 adətən biraz daha ucuzdur. Changan A05 isə əlavə texnologiyaya görə baha çıxır. Əgər mən seçim etməli olsam, gündəlik istifadə, az xərc, dinamik sürüş üçün BYD Destroyer 05 ən ideal variantdır. Yox, komfort, dizayn və texnologiya üçün Changan 05 seçərdim. Beləliklə, sən hansını seçərdin? Şərhlərdə yaz, videonu bəyən və kanala abunə olmağı unutma.